kənardan baxan bəzi təqlidçilər kimlərinsə sözü ilə həmin adamı xavaric hesab edir. Ayıb olsun. Bu məsələdə iki rəy var. Bir qism alimlər deyir ki, rukudan qalxanda əlini bağlaya bilərsən, bir qism alimlər deyir ki, aça bilərsən. Yəni, hər ikisi sünnədir. Qardaşlar atdılar. Xavariclərdən biri indi sual verir ki, rükudan sonra əlləri qaldırana xavaric deyiblər. Kim elə deyib, heç kəs demir. Sadəcə deyilir ki, bəli, xavariclərin müəyyən qismi hələ eləyirlər, adət eləyiblər özlərinə. Bizim qardaşlardan da eləyən var. Heç kəs demir ki, rükudan sonra qalxan kimi o saat əli bağlasın, xavaric olacaqsan. Yox, sadəcə oynayır. Bu da qulaq asır gör ki, deyir, belə demək olmaz, bu nə deyir, sən nə danışsan? İndi xavaricləri sevinsin də o birisi tərəfdir ki, mən görsən, sizi müdafiə elədim. Burada təkbir edilir, şeyh, məsələn, böyüdmək üçün. Məndə böyüdür də, məsələn. Artistik teatr gedir, teatr işdə də artist çatışmır və ya. Kimə deyirsən onu? Kim deyib ki, rükudan sonra əllərini qaldıran xavaricdir? Bəli, xavariclərin müəyyən qismi, bəli, adət eləyiblər özlərinə. Bu saat xavariclər göbəkdən aşağı tuturlar, həmbəlilər. Həmbəli məsələ qəbul. Azərbaycanda həmbəli olmayıb. Həmbəli məsələn belə tuturlar, hənəflər kimi. Təbii ki, biz demirik kim əlin göbəkdən aşağıdır, həmbəli xavaricdir, yox. Lakin söz əsnasında deyirik, bəli, var belə bir şey, var, bəli, adət. Yəni, bizim qardaşlarında tutan var, rükudan sonra. Yəni, sadəcə publikaya işləməkdir. Həm də göy ki, məsələn, belə kəşf eləyib. Bu nə də artistlikdir.